Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartından müəyyən edilmiş ərazi hüdudları daxilində icazə veriləcək. Bölgə TV İqtisadiyyat Azə istinadən xəbər verir ki, bir qrup sürücü bununla bağlı onlara bildirişlər göndərildiyini deyiblər. Onlar söyləyib ki, bildirişdə sürücülərin müvafiq qanunvericiliyin tələbləri xatırladılıb. Məhz bu qanunun tələblərindən irəli gələrək qeyd edilib ki, Sumqayıt və ya Bakı ərazisində sifarişləri yalnız bu şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirmək mümkündür. Beləliklə, Sumqayıt üçün buraxılış kartı olmayan maşınlar üçün bu şəhərdə, Bakı üçün buraxılış kartı olmayan maşınlar üçün isə paytaxtda sifarişlər məhdudlaşdırılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən İqtisadiyyat Azı sorğusuna cavab olaraq bildirilib ki, avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununun 20.2-ci maddəsinə əsasən taksi minik avtomobillərlə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir. Qeyd edilib ki, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 322.0.13-cü bəndinə əsasən taksi minik avtomobillə sərnişin daşımalarına buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub. Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün aynıya müraciət edə bilərlər. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobillərlə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrini sayətli 25 min ədəd müəyyən edilib. Rəna Rövşən qızı, Bölgə TV.